Salam dəyərli müəllimlər, hər birinizi xoş gördük. Mən Ceyhun Familoğlu. MİQ və sertifikat imtahanına hazırlaşan müəllimlər üçün hazırladığım sualların izahını bölüşəcəm. Ümid edirəm, hər biriniz üçün fayda verər. Budur, deyir. Belə bir müqayisə verib. Deyir, müqayisəsinin doğruluğu üçün n-in qiyməti neçədir? Bax, görürük ki, burada 5/7 5/n-dən kiçikdir. Sürəti eyni olan kəsirlərdə məxrəci kiçik olan kəsir böyük, məxrəci böyük olan kəsir kiçik hesab olunur. Bu cür misalların başqa üsulunu deyəcəm sizə, həll yolunu. Deməli, n-ə verdik 6. Niyə görə n-ə verdik 6? Məsələn, təsəvvür edin, 5 almanı 7 uşaq arasında bölürük. Bir də var 5 almanı 6 uşaq arasında bölürük. Hansına çox düşər? Əlbəttə ki, 6 uşağa. Ona görə burada 5 bölünsün 6, 5 bölünsün 7-dən böyükdür. Cavab burada 6 verilməyib, 4 verilib. Ona görə cavab B-dir. Sonra keçək ikinci suala. Deyir, Məhəmməd 420 kilometr yolun 40%-ni gedibsə, yolun qalanı neçə kilometrdir? Belə bir yol çəkək. Yolun uzunluğu nə qədərdir? 420 kilometr. Yolun ümumi uzunluğu 100% hesab etsək, bunun da 40%-ni gedib. Deməli, nə qədərsə qalıb? 60%. Bizdən də qalan yolu neçə kilometr olduğunu soruşursa, 420-nin neçə faizini tapacaq? 60%-ni. Böl 100. Elə bunlar sıfırlar gedir. Bu da bərabərdir. 6-nı 2-yə vurub 12. 6-nı 4-ə vurub 24. O da 1, 25. Edir 252 debəndi. Keçirik üçüncü suala. Müqayisə məsələsidir. Bərabərsizlikdə C-nin qiyməti neçədir? İşarədən göründüyü kimi, deməli, C hərfinin olduğu ədəd məlum ədəddən böyükdür. Ona görə biz C-yə elə bir ədəd verməliyik ki, müqayisə doğru olsun. Bunun üçün eyni sırada olan ədədləri sağdan sola müqayisə edirik. Məsələn, eyni sırada, birinci sırada duran ədədlər 7-nin 7 görürük ki, eynidir. Ona görə bunların üzərinə xətt çəkirik. Çünki misalda bərabərlik işarəsi yoxdur. Ona görə keçirik ikinci sıraya. 8-dən C-yi müqayisə edirik və burada C 8-dən böyük olmalıdır, bərabər olmamalıdır. Ona görə yeganə variantlara baxanda yeganə ədəd 9-dur. Ona görə demək, cavab C-də neçədir? 9. Burada isə minlik sayı soruşur. Deyir, ədədinin neçə minlik var? Minlikdə duran ədədi tapaq. Tək yoğunluq 100-dür, minlik 7-dir. Özünə sonra gələn ədədləri silirik və deyirik ki, neçə minliyi var? 87 minlik. Ümumiyyətlə, bu cür misallarda, məsələn, soruşsa, heç belə deyək. Lap soruşsun, neçə yüzlük var? Biz ilk öncə yüzlüyü tapırıq və yüzlükdən sonra gələn ədədlərin üzərinə xətt çəkirik və deyirik 879 yüzlük var. İzahlarımız bu qədər. Ümid edirəm sizlər üçün faydalı olar. Kanalına paylaşmağı, rəy bildirməyi, abunə olmayıbsınızsa abunə olmağı unutmayın. Təşəkkür edirəm. Uğurlar.